Herkese salam dostlar. Dostlar, kanalımızı abone olup videolarımızı beğenmeyi yaddan çıxartmayın. Hətta keçən videoma bəyənmədən çox yorum gəlibdi. 100 neçə dənə bəyənmə gəlib, 200-ə yaxın yorum gəlibdi. Düz bəyənin də bir də belə basın, ondan sonra söhbət eləyək. Dostlar, bu günlərim sizə nə çəkirik? Kral Jumbo, Dazzled, Gamo, Black Maxim, IGT. Bu tir əfsanədir də. Çox yüngül, çox qəşəng ələ yatımlı və çox güclü, iddialı bir silahdır. Bunların gözünə də bir də Kral N01 qatdım. Buna mən fiyat performans ürünü deyirəm də həmişə. Qiymətinə görə ən ucuz, amma gücünə və dözümlülüyünə görə həmişə sözün demiş bir modeldir Kral N01. Bunu da qatdım gözlərinə ki, görək aralarında nə qədər güc fərqi var dostlar. 3 silahı, 500 dənə vərəqə test eləmişəm. Videonun ardınca onun test videosu gələcəkdir. Dostlar, izləmədə qalın. Kanalımızı, videomuzu bəyənib, çox xahiş edirəm. Bir də bəyənib. Bəyənib kanalımıza da abunə olmayı yaddan çıxartmayın dostlar. İndi PCP tirlə qaz piston sistem və purjinli sistemin müqayisə testidir də dostlar. En azından bir daha beğeni de, bir daha beğenin. Abone olmuşsunuz, olmasa bir daha beğenin. Hə dostlar, 20 bin abone olanda da bir daha Kral N11 silahı hediye edeceğim, tir tüfəngi. İzləmədə qalın. En çok videolarımı beğenen, abone olan ve paylaşan bir nəfərə Kral N11 tir tüfəngi hediye edeceğim. Çok sağ olun, sevilirsiniz dostlar. Sağ olun. Hə dostlar, keçirik test videosuna. Jumbo'nun 1 qramlıqla atış testi. İlk öncə 1 qramlıqla başlayırıq. Digər patronlarla da atacağıq. 200 atmosfer, 200 bar təzyiq var içində gördüyünüz kimi. Rovno 200 bardır. Keçirik 1 qramlığa. İkinci atışımız 0,68 qramlıq. Üçüncü atışımız 0,62 qramlıq Gamo. Dördüncü atışımız 0,60 ucu düz. Beşinci atış 0,54 qramlıq. Altıncı atış 0,50 qramlıq kırım. Yedinci atışımız ucu şiş 0,50 qramlıq. Hə dostlar, indi isə keçirik Gamo Black Maxim'in güc testinə. Birinci atışımız 1 qramlıqla olurdu. Bu 1 qramlıq bunun lüləsinə uyğun deyil də, yəni sığmır içinə. 0,68 qramlıqla başlayırıq. Birinci atışımız 0,68 qramlıq. İkinci atışımız 0,62 qram Gamo ucu şarikli. Üçüncü atışımız ucu düz 0,60 qramlıq. Dördüncü atışımız 0,54 qramlıq ucu yumru. Beşinci atışımız 0,50 qramlıq kırım ucu yumru. Altıncı atışımız ucu şiş 0,50 qramlıq. Hə dostlar, sonuncu tirimiz isə Kral N01. Şimdi 1 qramlıqla birinci atışımız 1 qramlıq. Bunun lüləsinə gedir 1 qramlıq. Gamo'nun lüləsi o qədər incədir ki, yəni yiv ayarı da ona 1 qramlıq sığmır. O sılaq güllə deyirlər, pis biçündə o güllə sırf. Keçirik 1 qramlıq. İkinci atışımız Gamo 0,68 qramlıq. Üçüncü atışımız Gamo 0,62 qram ucu şarikli. Dördüncü atışımız ucu düz 0,60 qramlıq Spoton. Beşinci atışımız 0,54 qramlıq Spoton ucu yumru. Altıncı atışımız kırım ucu yumru 0,50 qramlıq. Yedinci atışımız da ucu yumru ucu şiş 0,50 qramlıq. Dostlar, keçdik sayma. Çıxarda bilsəm, vərəq nətə şişibdirsə çox qırmamışam yəni.
Shift'i çıxarda bilmirəm. Deməli dostlar, bax, ilk öncə başlayırıq. Yəqin ki, mən fikirləşirəm ki, Kral M1 ən az deşəni olacaqdır. Kral M1-dən başlayacağıq və yuxarıya yaza-yaza gedəcəm ki, hansı tir nə qədər deşibdir. Təxmini buralardan qaldırıram. Baxıram ki, elə ən çox deşəni Jumbo'dur. Saydıqca sizə sahib çəkilişlərini verəcəm dostlar. Sağ olun. Hə dostlar, deməli elədim sayım, bu vərəqləri saydım bir zulumla. Bir-birinə yaxın nəticələr var. Gamo ilə PCP-də bir-birinə çox yaxın. Hətta dərdim eləsi var, Gamo çox deşib. Bəzilərində PCP çox deşibdir də. Uyğunluqdan asılıdır da o da. Deməli nəticəmiz belə oldu dostlar. Arxa kameraya baxın, 199 dənə vərəq saymışam. Saydıqca burada bir neçənci vərəqdə olduğumu yazmışam ki, itirməyim. 40, 50, 90, nə bilim belə. Deməli dostlar, baxın 1 qramlıqla 112 vərəq deşibdir PCP. Gamo 0.68 qramlıqla 160 vərəq deşib. Gamo 0.62 qramlıqla 199 da vərəq deşibdir. O ucu şarikli var ha, de baxın. Görürsünüz, özləri məhv olsa da şarikləri salamat qalıbdır içində də. 1 qramlıq, bax, bu M1-in atdığı 1 qramlıqdır, N01-in. Bu isə Gamo'nun atdığı 1 qramlıqdır. Bayağı Gamo deyirəm, PCP, Kral Jumbo'nun atdığı 1 qramlıqdır. Baxın, nəticələr belə oldu. Baxın, indi özünüz orada müqayisə eləyərsiniz. Ucu düzlə 130 dənə, Spoton 0.54 ilə 132 dənə, Kırım ucu yumru ilə 160 dənə, ucu şiş ilə də 156 dənə deşibdir. Bu Kral Jumbo. Gecək Gamo'ya. Gamo'ya 1 qramlıq ata bilmədik, sığmadı lüləsinə. 13-0 yazmışam. Gamo 0.68 qramlıqla 165 dənə deşib. Bu 160 dənə deşib, bu 165 dənə deşib. Ucu şarikli ilə bu 180 dənə deşib, bu 199 dənə deşibdir. Arasında az fərqi var. Ucu düzlə 128 dənə, bu isə 130 dənə deşib. 0.54, 132 dənə, bunda 128 dənə. Kırımla 161 dənə deşib, burada 160 dənədir. Burada 155 dənədir, ucu şişlə, burada 156 dənədir. Bir dənə arasında fərq var. Çox yaxın nəticələr verdi Gamo. Gamo çox gücün deyir də, sözün deyir. İndi vərəq atmışam, görün nə qədər qalın. 199 da vərəq saymışam bir belə. İndi bunlar şişmiş vərəqlərdir də. Hələ deyən ki 200 dənə də birində də çıxardıb yazmışam da. 200 dənə vərəq deşmişdi. Bax, mən onu 199 yazmışam. Amma 200 dənə, 300 vərəqini saymıram. Hələ 300 dənə də vərəq durur burada. Çox olduğuna görə qırma müəyyən bir yerdən sonra baxın bu vəziyyətə düşür də qırma. Gedə bilmir, gücü ölür. 1 qramlıqla 51 dənə deşib. Gamo Kral Jumbo isə 112 dənə deşib. 0.68 qramlıqla 112 dənə deşib N01. Bu 165 dənə deşib, bu 160 dənə deşib. Kral N01, Gamo 0.62 qramlıqla 115 dənə deşib. 180 dənə, 199 dənə də bunlar deşib. Ucu düzlə 83 dənə, 128 dənə, 130 dənə. Ucu yumru 0.54 qramlıqla 110 dənə, 128 dənə, 132 dənə. Ucu yumru Kırım 0.50 qramlıq 97 dənə, 160, 160. Burada az qala 2 qata yaxın fərq atıbdır. Prosta qırma dediyim kimi də müəyyən bir məsafədən sonra əyilir, əzilir də, deşiciliyi azalır. Ucu şişlə 156 dənə, 155 dənə, 108 dənə. Burada da 50 dənəyə yaxın fərq atıbdır bunlara. Bax, nəticələrimiz belə alındı dostlar. Belə gözəl videoların, test videoların gəlməyini, çəkməyimi istəyirsinizsə dostlar, siz də mənə dəstək olun da, ən azından bir dənə like. Başqa bir şey istəmirəm sizdən dostlar.
Yəni bir dənə like eləyin. Bu boyda əziyyət çəkmişəm. Meyvə işi dağıdı tökmüşəm, ailəmi qatmışam bir-birinə. Sizlərə keyfiyyətli bir video çıxarda bilmək üçün. Hə dostlar, bir dənə like eləyirik. Paylaşa biliriksə, əziyyət olmasa, bir dənə də paylaşarıq. Kimə də nə lazımdırsa, bu haqda nə sualı varsa, WhatsApp nömrəmdən əlaqə saxlaya bilər məndən. Çox sağ olun, kanalımızı abunə olub, videolarımızı bəyənməyi yaddan çıxartmayın. Master Hunter 907 kanalı Instagram, YouTube və TikTokda üçündə də aktivdir. TikTokda canlı yayınlar da açırıq, maraqlı söhbətlər də eləyirik. Kimə maraqlıdırsa, buyurub canlılarımıza da gələ bilər. Sağ olun dostlar, sevilirsiniz. Sağ olun.